Prezidentin köməkçisi Hikmət Hacıyev və Mirşahin Ağayev hərəkətə keçib. Onlar İlham Əliyevin tapşırığı ilə Azərbaycan mediası adından Amerikanın Meta şirkətinə açıq çağırış ediblər. Bu müraciət Prezident İlham Əliyevin özü və xüsusilə gəlini Alyona ilə bağlıdır. Hökumət mediaları olan Qafqaz Info, Baku TV və digər medialar Meta şirkətinə müraciət edərək sosial şəbəkələrdə İlham Əliyevin ailəsi haqqında yayılan məlumatların silinməsini tələb edib. Həmçinin sabiq deputat, hazırda hakimiyyətə yaxınlığı ilə tanınan jurnalist Etibar Hüseynov da Prezidentin gəlini ilə bağlı keçmişdə baş verənləri təsdiqləyərək bunu adi hal sayıb. Alyona Əliyeva yeniyetmə gənclik sallarında sosial şəbəkələrdə paylaşdığı şəkilləri əldən götürüb dərc eləyibsən də, neyləyibsən ki? Bundan əlavə, Mirşahin Ağayev də məsələyə münasibət bildirərək xaricdə yaşayan Mehman, Qabil və Mirzəlini yaramaz adlandıraraq, onlar Alyona xanımın keçmişini qabartmaqla hakimiyyətə zərbə vurmaq istəyirlər. Mirşahin Ağayev bildirib ki, Alyona xanım kimi, mən özüm də 3 dəfə ailə həyatı qurmuşam və 3-cü həyat yoldaşım məndən qabaq bir dəfə ailə həyatı olub. Burada qeyri-adi heç nə yoxdur. Alyona xanım uşaq evlərinə gedir, ora yardımlar edir. Niyə Mehman Qabil kimlər bu cür xidmətlərdən danışmırlar? Onlar Alyona xanımın keçmişini gündəmə gətirirlər. Mirşahin əlavə edib ki, cənab prezident bilməlidir ki, onu müdafiə edən Mirşahin kimi sərkərdəsi var qeyd edək ki, prezidentin gəlini Alyona Əliyeva Ukrayna vətəndaşıdır. O, Fransada tək yaşayıb və bir müddət Fransa barlarında çalışıb. Daha sonra 2 dəfə ailə həyatı qurub, bir dəfə nişanlı olub. Alyona hazırda Heydər Əliyevlə 3-cü evlilik həyatını yaşayır.